Salam uşaqlar, məntiq dərsinin növbəti dərsini keçirik. Gəlin suallarla tanış olaq. İlk öncə verib bizə nəşriyyat sözü və nəşriyyat sözünü tam simmetrik olaraq tərsinə çevirib. Baxın, t. Yəni biz də bunları tam simmetrik olaraq çevirməliyik. Tam simmetrik olaraq çevirəndə hansı variant alınır? A variantı. Deməli, bu fiqurların fərqi bu fiqurların cəminə bərabərdir. Deməli, burada hansı fiqur alınsa, burada da o fiqurun eynisi olmalıdır. Əvvəlcə gəlin onu çıxaq. Deməli, verilən fiqurdan bu hissəni çıxırıq. Çıxma işarəsi verib də onun üçün çıxırıq. Nə alınır? Baxın, belə bir şey alındı. Belə bir fiqur alındı. İndi deməli, bu fiqur həmçinin burada aiddir. Toplanan cəm. Cəmimiz budur. Məhsul toplanan buradan nə etməliyik? Çıxmalıyıq. Nə qalır? Bir dənə düz xətt. O da var A bəndində. 2-nin üstünə neçə gəlsək 5 eləyir. 3. Onda bu da 3'dür. 3'ün üstünə 5, 8 düz alındı. Alınır. 33. Üstə gəl 33. 3 üstünə 3, 6. 3 üstünə 3, 6. Elədi 66. İndi 66'ını yazırıq bura. 6'dan 1, 5, 6'dan 2, 4. Cavab eləyir 45. Deməli, bu cür məntiqlərdə iki cür məntiq olur. Ya addım getməliyik, ya aşağı yuxarı. Gəlin əvvəlcə aşağı yuxarı yoxlayaq. Bax belə. 21 oldu 18. Çıx 3'dür. 18 oldu 27. Üstə gəl 9'dur. Əgər burada da çıx 3 alınsa, deməli məntiq doğrudur. 27'dən 3 çıxanda 24 qalır. Amma burada 12'dir. Deməli, aşağı yuxarı məntiqi deyil. Addım məntiqi ilə gedək indi. Hər rəngin öz addımı ilə. 21 oldu 27. 6 çoxaldı. 27 oldu 31, 4 çoxaldı. 18 oldu 12, 6 azaldı. 12 oldu 8, 4 azaldı. Deməli, məntiqimiz düzgündür. Sadəcə yuxarıda üstəgəl həmin ədədlərin üstəgəlidir, aşağıda həmin ədədlərin çıxıdır. Yaxşı, bəs növbəti ədəd neçə olacaq? 6 olub 4. 2 azalır burada. 6, 4, onda bu da 2, 6, 4, onda burada olacaq 2, üstəgəl 2. Burada da 6, 4, amma burada olacaq çıx 2. İndi A-nı tapmaq üçün 31'in üstünə 2 gəlirik. 33. 8'dən 2 çıxırıq. 6. A-la B-ni tapdıq. İndi ondan neyini istəyir? Cəmini. 33 ilə 6'nın cəmi eləyir 39. 632 olub 8, 2. 454 olub 8, 4. 362, 5, 5. 284 neçə olacaq? Və mən sizə hədəfə demişəm. Burada bunlara ədəd kimi yox, rəqəm kimi baxırıq. Yəni, bu ədədləri bir dəfə neynəsək 8 olar, bir dəfə də neynəsək 2 olar. Deməli, birinci və ikinci ədədlərini toplayırıq 8. Ortadakı ədəddən 1 çıxırıq 2. 4 ilə 4'ü toplayırıq 8. 5'dən 1 çıxırıq 4. 3 ilə 2'ni toplayırıq 5. 6'dan 1 çıxırıq 5. 2 ilə 4'ü toplayırıq 6. 8'dən 1 çıxırıq 7. Cavab eləyir 6, 7. Əgər bu bizə tək verilsə, keçən dəfə dediyim kimi, ya addım gedirik, ya da qarşı-qarşıya gedirik. Amma burada 2 dənə verib və deyir ki, bu bunun nəticəsidir. İndi baxaq. Üst hissədə nə verib? 8, 2 olub 6. 8 ilə 2 neyinsə 6 eləyər. Çıxsaq. İndi 5'dən 1 çıxaq 4. 9'dan 3 çıxaq 6. 6'dan 2 çıxaq 4. 8'dən 3 çıxaq 5. 4'dən 1 çıxırıq 3. 7'dən 6 çıxırıq 1. Hamısı düzgün gəldi. Deməli, düz məntiq deyil. İndi 8'dən 6 çıxanda nə qalacaq uşaqlar? 2. Deməli, düzgün cavabımız 2'dir. 7-ci sualımız fiqurlar və biz fiqurların nə etməliyik? Tərəflərini toplamalıyıq. 3 bucaq, o da 4 bucaq eləyir 7. 6 bucaq, o da 3 bucaq eləyir 9. 5 bucaq, o da 4 bucaq, bu da eləyir 9.
İndi bu əvvəlcə bu ulduzdakı məntiqi tapmalıyıq. Ədəd olan yerdən baxaq. Bax 10-dur. Onun yuxarısında nə var? 7. Solunda nə var? 3. Biz nə demişik? Cədvəldə bunları bax həmişə belə bölürük. Mütləq şəkildə. Onun yuxarısında 7, solunda 3 var. 7 ilə 3-ü neynəsək 10 eləyər. Toplasaq. Deməli, məntiqimiz nədir? Toplama. İndi bax, buradakı keksi tapırıq. Keksin yuxarısı 7, qırağı 8. 8-in üstünə 7 eləyir 15. Bunu tapaq. Bunun yuxarısı 9, qırağı 3. 9-un üstünə 3, 12. Yazdıq 12. Bunun yuxarısı 9, qırağı 5. 9 ilə 5-i toplayanda eləyir 14. İndi əvvəlcə 14 ilə 15-i toplayırıq. 29. 29-dan 12-ni çıxırıq. 17. Cavab C bəndi 17. Tərəzidə bizə şəkillər verib. 2 it 3 qaba bərabərdir. 1 qab 1 sümük 2 itə bərabərdir. İndi uşaqlar, yuxarıda 2 it nəyə bərabərdir? 3 qaba. Həmin 2 iti silirəm. Yerinə 3 dənə qab çəkirəm. Alınır nə? 1 qab 1 sümük bərabərdir 3 qaba. Əgər sağımda və solumda, tərəzinin sağında və solunda eynisi varsa, onları həmişə silirik. Nə qalır? 1 sümük bərabər oldu 2 qaba. Burada delir bizdən onu istəyir. 1 sümük bərabərdir 2 qaba. 2 qab var A bəndində. 9-cu sual. İlk öncə gəlin mərtəbələrlə baxaq. 3 mərtəbə var və 4 mərtəbə var. 4, 3. 4 mərtəbədən nə qədərdir? 1, 2, 3, 4, 5, 6 dənə. 4 vur 6. 3 mərtəbədən 1, 2, 3, 4 dənə. 4 vur 6. 24. 3 vur 4, 12. 24 da 12. Eləyir 36. Deməli, burada 36 kub var. İndi buradakiləri sayaq. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17, 18. 18 dənə də burada var. İndi buradan neyini istəyir? Cəmini. 36-ın üstünə 18 gəlirik. O da eləyir 54. 10-cu sualımız. Şəkillərdən hansı digərlərindən fərqlidir? Diqqətdən baxaq. Uşaqlar, baxın. Qırmızının solunda göy. Qırmızının solunda göy. Qırmızının solunda göy. Amma burada qırmızının sağında göydür. Deməli, fərqli olan da ad. Əlifba sırasına uyğun olaraq sözlərdən hansı birinci gələr? Əlifba sırası. A, B, C, Ç, D, E, Ə, F və davam edirik. D var burada. İ var, T var, F var, D var. Deməli, dovşan hamısından tez gəlir. Birinci gəlir. Sonuncu sualımız. Fərqli olanı tapın. Palaz, xurcun, kisə, torba. Aha. Sizcə fərqlilik nədir burada? Bax, xurcunun içi var. Bunun içi var. Xurcunun içi var. İçinə nəsə qoya bilirik. Torbanın da içi var. Nəsə qoya bilirik. Kisənin də içi var. Nəsə qoya bilirik. Amma palaz düzdür. Onun içi yoxdur və onu yerə səririk. Ona görə də A bəndini götürdük. Ümid edirəm ki, sualları hamı anladı. Nə çətinliyiniz olsa şərh bölməsinə qeyd edə bilərsiniz.